ifadəni sadələşdirək. 2a bölünsün 3b'nin üzərində mənfi 3. A üstündə mənfi n olduqda biz onu 1 bölünsün a üstündə n şəklində yaza bilərik. Ona görə də bu qaydadan istifadə edək. A üstündə burada 2a bölünsün 3b üstündə mənfi 3 əvəzinə yerlərini dəyişərək yaza bilərik ki, 3b bölünsün 2a-nın mötərizə kubu. Və bu da bizə verəcək 3-ün kubu vurulsun b-nin üstündə 3 və 2-nin kubu bölünsün a-nın kubu. Yəni birinci vuruğu sadələşdirdikdə biz alırıq 27b kubu bölünsün 8a kubu. İkinci vuruqdakı sadəcə 4a kvadrat vurulsun 27 deməli. Yanına birbaşa yazaq. 4a kvadratı bölünsün 27b kubu. 27b kublarımız ixtisar gedir. 4 ilə 8 ixtisar gedir. Burada 2 qalır. A kvadratı ilə a kubunun 2 dənəsi gedir. Qalır sadəcə bir dənə a. Sürətdə 1 qaldı. Məxrəcdə isə 2a. Doğru cavabımız 1/2a.